Salamlar mərkəz dostlar. Bu videoda mən sizə çox super bir cüzdanlardan biri olan Exodus haqqında danışacağam və göstərəcəm. Bunu necə hesab açmaq olar? Təbii ki, mobil telefonda istifadə edə bilərsiniz və öz kriptolarınızın da təhlükəsizliyindən tam əmin ola bilərsiniz bunun vasitəsilə. Ona görə gəlin baxaq görək nə var, nə yox. Siz Google Play Marketdə Exodus yaza bilərsiniz. Bilmirəm iPhone-lar üçün var yoxsa yoxdur, çünki mən iOS işlətmirəm, ona görə dəqiq məlumatım yoxdur. Amma Android telefonları üçün var və çox təhlükəsiz bir cüzdan olmağı ilə bərabər həmçinin də bir çox kriptoları dəstəkləyir və siz tam rahatlıqla bu cüzdanı yükləyib öz kriptolarınızı cüzdanda saxlaya bilərsiniz, əgər cüzdanda saxlamaq istəyirsinizsə və birjalara etibarınız yoxdursa. Yüklədikdən sonra open eləyirik dostlar və biz burada təklif eləyirik ki, hesab yaradaq, Crit Wallet, yəni hesab yaradaq və yaxud deyək ki, Restore Wallet, yəni hesabımız, köhnə hesabımız varsa da öncə Exodus'da və yaxud da hesab yaratmışıqsa onu bərpa eləyək. Əgər varlıqsa təbii ki bərpa eləyə bilərsiniz. Yoxsa yeni Crit Wallet vurursunuz. Crit Wallet verirsiniz və bir neçə dəqiqə görürsünüz bax saniyələr ərzində burada artıq cüzdan yaradılma baş verir və gördüyünüz kimi artıq bizim cüzdanımız hazırdır. Amma bir dənə çox diqqət etməli olduğumuz məqamlardan biri odur ki, biz cüzdanımızın 12 sözünü etibarlı şəkildə götürüb neynəməliyik? Yaddaşda saxlamalıyıq və yaxud hansı dəftərdə yazmalıyıq. Məsləhət görərdim ki, screenshot zad eləməyəsiniz və yalnız etibarlı bir yerdə saxlayasınız və kripto cüzdanı da saxlamaq üçün ən etibarlı yerlərdən biri məhz sizin evdə olan dəftərinizdir ki, hansı ki onlayn deyil və hansısa hacker tərəfindən sabahsın sındırıla bilməz. Əgər sizin 12 sözünüzü hansısa platformada copy-paste eləyirsiniz və yaxud telefonunuzda olan not bölümündə saxlayırsınızsa, bu təhlükəsiz sayılmır və sizin 12 sözünüz getsə, burada artıq Exodus heç bir şey eləyə bilmir. Ona görə də 12 sözü mütləq şəkildə, etibarlı şəkildə giririk. Baxın bura, görürsünüz, baxın burada Nastroyka bölümündə, seçənəklər bölümündə giririk bura, Settings'ə və burada backup eləyirik. Gördüyünüz kimi backup düyməsi var burada. Backup düyməsini vururuq və görürsünüz, deyir ki, Google Drive-a backup elə. Yəni deyir ki, Google Drive-ın varsa oraya backup elə. Əgər siz öz Google hesabınıza tam əminsinizsə və bilirsiniz ki, sizin Google hesabınızın parolu zadı hamısı əlinizdədir, heç vaxt itirməyəcəksiniz və etibarlıdır, o zaman backup eləyə bilərsiniz. Problemsiz Google Drive-a backup eləyə bilərsiniz və belə deyək də əmin ola bilərsiniz ki, Google Drive-da sizin açarınız qalır. Amma bütün hallarda girib Google Drive-dan birdən bunun açarını silməyin. Çünki bəzi adamlar olur ki, backup eləyir və daha sonra öz Google Drive hesabını silir və nəticədə nə olur? Nəticədə olur ki, həmin backup'ı da silmiş olur. Mən indi burada deməli, gəlin bir dənə belə bir parol kimi bir şey istəyir qoyaq. Bir dənə parol kimi bir şey istəyir. Telefona hələ ki parol təyin etməmişəm. Və təyin edək görək alınırsa, alınmayacaq çünki bu emulyatordur. Amma siz zaten görəcəksiniz, parol istəyəcək və sizə paskey yaradacaq. Yox, əgər kripto cüzdanını şəxsən özünüz saxlamaq istəyirsinizsə, Google Drive etibarınız yoxdur, mobil telefonunuza etibarınız yoxdur, o zaman Secret Key düyməsini vuraraq View Secret Key vurursunuz və basıb düyməni saxlayırsınız. Bax belə, basıb saxlayanda görürsünüz 12 sözlər hamısı necə lazımdır burada görünür. Görürsünüz, bütün 12 sözlər hamısı görünür. 12 sözü ardıcıl və dəqiq və bütün heç bir hərf səhvi etmədən dəftərinizə yazın. Və dəftərinizə yazandan sonra da done düyməsini vurursunuz. Yəni done yerinə yetirildi və hətta yəni belə deyək də sistem özü də başa düşür ki, ola bilsin ki, sən yazmamısan və səndən soruşur ki, okey, yazmısansa gəl təsdiq elə və deyinə mənə görüm 11-ci söz nədir? Və dəftərinizə baxıb 11-ci sözü seçə bilərsiniz. Məsələn, mən buradan paputu seçsəm çünki yazmamışam və video xarakterli bir şeydir bu. Yəni bildiniz ki, artıq nə etmək lazımdır orada və hansı məqama diqqət yetirmək lazımdır. Burada göndərmək, qəbulləmək nədir? Burada receive düyməsini vurub hansısa coin seçə də bilərsən və yaxud gəlirsən burada siyahıya istənilən bir kriptonu, məsəl üçün USDT qəbul etmək istəyirsən, USDT burada bir neçə şəbəkələrə qəbul etmək olur. Görürsünüz, burada qəbul etmək düyməsi var. Vururuq və görürsünüz, bizdə var burada USDT Ethereum var, USDT Tron. Yəni sən Tron şəbəkəsinə də USDT qəbul edə bilərsən, TRC20 Ethereumda. Çox maraqlıdır ki, niyə görə digər yerlər yoxdur. Əslində burada məsəl üçün BP20 zad da olmalı idi. Ola bilsin ki, hələ ki cüzdan yenidir bəlkə ona görə. Amma receive eləsək Ethereum var və təbii ki, bura yəqin ki BP20 ilə gəlsə, artıq Ethereum ağında kimi göstərəcək. USDC qəbul etmək üçün Solana var, Ethereum var, bundan hamısı var. Amma yəni burada əsasən USDC saxlamır çox adam. Çox adam məsəl üçün XRP saxlamaq istəyir və yaxud Solana kriptosunu saxlamaq istəyir. Bu zaman nə edirsiniz?
həmin adresi götürürsüz və həmin adresə köçürmə eləyirsiniz. Harası göndərmək istəsəniz, təbii ki, baxın burada send düyməsi var. Send düyməsini vurub, məsəl üçün miqdarı yazıb bura. Davam, hal-hazırda məndə balans yoxdur burada, yəni test videosudur. Sonra artıq adresi də daxil edib göndəriş eləyə bilərsiniz. Hansısa birjaya və yaxud hansısa dostunuza, tanışınıza və yaxud kimə istəsəniz. Burada BSC ağı da var. Bəli, BSC ağı var dedim də, yəni bunlar var. Bunları əlavə eləyə bilərsiniz özünüzdə. Məsəl üçün istəyirsiniz ki, Arbitrum ağı olsun sizdə və Arbitrum ağında USDT istəyirsiniz qəbul etmək. Bu zaman görürsünüz. Onsa zaten siz bura göndərəndə adreslər eynidir. Zaten siz burada seçib USDT göndərsəz, məsələn deyək, burada USDT-ni seçib, receive düyməsini vurub, baxın görürsünüz gəldi Arbitrumdan, yəni Binance Smart Chain. Zaten Ethereum seçsəzə, EVM adres dəyişilmir və EVM adresi həmişə eynidir. Baxın görürsünüz burada 0x3 ilə başlayır və biz məsəl üçün Binance Smart Chain üzrə də baxsaq, həmçinin də orada da həmin adresi görəcəyik. İndi istəsəz pauzada verib baxa bilərsiniz. Bax, beləliklə biz adres eynidir. Yəni biz zaten bura göndərsək də o heç yerə itmir. Sadəcə olaraq balansımızda görünəcək. Amma mənə gəlir ki, stablecoin saxlamaq üçün kimsə cüzdan axtarmır. Stablecoin əsasən lazımdır ki, sən bazarda nəsə alasan, satasan və yaxud o işlərlə məşğul ola biləsən. Və burada görürsünüz var, baxın, müəyyən coinlər var. Uzun müddətli saxlamaq istədiyiniz coinlər ola bilər və bu coinlərdən təbii ki, atıb burada saxlaya bilərsiniz. More düyməsini vurduqdan sonra biz burada blockchainlər görürük. Hyper EVM var, Kronos var, Base var, Cardano və digər blockchainlər var burada. Bax, belə bir maraqlı bir cüzdandır, hansındakı kriptolarınızı və yaxud hətta stablecoinlərinizi tam rahat şəkildə saxlaya bilərsiniz uşaqlar. Video xoşunuza gəldisə, mütləq şəkildə videonu bəyənin, like eləyin və kommentlərinizi yazın ki, görək maraqlı hansı mövzularda videolar çəkmək olar. Sağ olun, gələn görüşlərədək.